Doktor, gec-gec cinsi əlaqədə olmaq qadına zərər verə bilərmi? Təbii ki, burada qadın üçün cinsi hormonlarda azalma, qadının estradiol hormonunun azalmasına gec-gec cinsi əlaqənin olması daha çox psixolojik olaraq qadına təsir edə bilər. Xüsusən də reproduktiv yaşda olan cavan xanımlarda həftədə ən az 2 dəfə, 3 dəfə cinsi əlaqənin olması burada həm tibbi cəhətdən, həm də biz ginekoloqlar tərəfindən məsləhət görülür. Burada əsas fiziki zərər yox, daha çox psixoloji mental zərərlərdən söhbət gedə bilər. Bəs gec-gec cinsi əlaqədə olmaq aybaşının tez kəsilməsinə səbəb ola bilərmi? Bunun birbaşa bir əlaqəli, tibbdə təsdiq olunmuş bir əlaqəli yoxdur. Amma yenə dediyimiz kimi, burada daha çox ailə arasında olan, partnyorla olan münasibətlər səbəb olur ki, bu münasibətlərin də hamısının bir araşdırıldıqda stres faktoru yatır. Həmin stres faktoru ilə əlaqədar olaraq yumurtalıqların funksiyasının zəifləməsi müşahidə oluna bilər. Amma birbaşa sübut şəkildə araşdırılmış, əsası olan tibbi belə bir tam əsaslı nəticələrimiz yoxdur. Yəni dediyim kimi, sadəcə bunu partnyorların əlaqə arasında olan stres, daimi ailə daxili münasibətlərin pozulması və bu kimi faktlarla birlikdə cinsi əlaqədə olan çatışmazlıqlar da gətirib çıxarda bilər qadının orqanizmində həm cinsel funksiyanın zəifləməsinə, həm də vaxtından əvvəl klimakterik simptomların yaranmasına. Doktor, uşaqlığı götürülən qadın cinsi əlaqədə ola bilərmi? Çox maarifləndirici bir sual olacaq bu sualın cavabı. Çünki qadınlarımız müəyyən bir ginekoloji problemlə əlaqədar uşaqlığın çıxarılması, sterektomi əməliyyatına girəndə görürük ki, onlarda psixoloji bir çöküntü halı yaşanır. Sual verirsən ki, yəni nədir burada problem? Onlar düşünürlər ki, artıq uşaqlıq çıxarıldısa, cinsi həyatları olmayacaq, cinsi əlaqələri olmayacaqdır və biz orada başa salırıq ki, uşaqlığın əsas funksiyası uşaq dünyaya gətirməkdir və bu müəyyən bir dövrdən sonra əgər siz artıq uşaq funksiyasınızı, belə deyim ki, reproduktiv ailə planlama funksiyanızı başa çatdırmısınızsa, uşaqlığın çıxarmasının sizin cinsi əlaqə ilə və yaxud da ki, qadınlığınızla heç bir əlaqəsi yoxdur. Biz burada bəzi hallarda hətta yumurtalığı saxlayırıq. Çünki uşaqlıqda ola bilər ki, xərçəng günü hallar ola bilər, uşaqlıqda böyük miyomalar ola bilər, uşaqlıq boyunda dəyişiklik ola bilər ki, bu patologiyalarla əlaqədar uşaqlığın çıxarmasına tibbi göstəriş olar. Amma uşaqlığın çıxarmasının sizin cinsel həyatınızla, sizin ailə münasibətinizə heç bir əks təsiri olmayacaqdır. Cinsel həyatınızı tam şəkildə əvvəlki qaydada davam etdirə bilərsiniz. Burada çox vaxtı partnyorlar və yaxud da ki, həyat yoldaşları da narahat olur ki, artıq bizim qadınımızın, yoldaşımın, həyat yoldaşımın uşaqlığı çıxarılıbsa, bunların ailə münasibətləri bitməlidir. Əziz xanımlar və yaxud da ki, əziz bəylər, heç bir burada narahatçılıq əsas yoxdur. Bu sadəcə, yenə deyirəm, uşaqlığın əsas funksiyası uşaq dünyaya gətirilməsindən bağlıdır. Yəni, ailə planlamasını başa çatdıran ailələrdə, hətta tam şəkildə uşaqlıq çıxarılıbsa, ekstirpasiya əməliyyatı olubsa, onların cinsel həyatları, ailə daxili münasibətləri tam əvvəlki qaydada davam edəcək. Doktor, cinsi orqanda ziyillərin olması təhlükəlidirmi? Cinsi orqanda ziyillər, biz buna elmi şəkildə kondinomalar və yaxud da papilomalar deyirik. Bunun törədicisi insan papiloma viruslarıdır. Bu virusun müxtəlif növləri vardır. Virusun ən sadə növü 6-11-ci növdür ki, bu xarici cinsiyyət orqanlarında el arasında deyildiyimiz kimi xırda səpkilər ziyillara səbəb olur. Amma bəzi növləri vardır ki, həm kişilərdə, həm də qadınlarda xərçəngə, məsələn, qadınlarda uşaqlıq boynu xərçənginə, kişilərdə isə penisin xərçənginə gətirib çıxarda bilir. Bunların növləri fərqlidir. Xarici cinsiyyət orqanlarında olan ziyillərin çox vaxtı törədicisi HPV-nin 6-11-ci növüdür. Bunlar xərçəng törədirlər. Sadəcə cinsiyyət orqanında davamlı şəkildə əlavə səpkilərin olması, qaşınma, diskomfort kimi şikayətlər verə bilir ki, əgər istər kişidə, istərsə də qadında bu tip şikayətlər varsa, bu tip səpkiləriniz varsa, ginekoloqa və yaxud da ki, uroloqa müraciət edib
yerli şəkildə həmin simptomların aradan qaldırılması üçün müxtəlif metodlar var. Burada həm dərman vasitəsilə müalicə var, elektrokater vasitəsilə müalicə var. Amma hər iki halda da məsləhət görürəm ki, həm qadınlarımıza, həm də kişilərə həmin HPV virusuna qarşı peyvəndləmə proqramında fəal, aktiv şəkildə iştirak etsinlər. Xüsusən də bu uşaqlarımıza da aiddir. 9 yaşından 15 yaşına qədər uşaqlarda 2 doza, 15 yaşından yuxarı 45 yaşına qədər olan fərdlərdə isə 3 doza şəklində Gardasil, xüsusən də 9-lu Gardasil növündən istifadə edərək həmin o zillərdən bir dəfəlik azad ola bilərlər. Doktor, bikinini ağartmaq üçün soda və diş pastasından istifadə oluna bilərmi? Əsla istifadə etmək olmaz. Çünki bunlar hamısı yəni insanların bir-birinə evdə istifadə elədikləri vasitələrmi deyim, qeyri-düzgün olan vasitələrmi deyirəm. Yəni bunlardan istifadə edərək siz xeyir yox, əksinə zərər görə bilərsiniz. Əziz xanımlar, hazırda tibb inkişaf edir. Hər gün yeni vasitələr vardır ki, tibbi əsaslı vasitələr vardır ki, bunlardan istifadə edərək cinsi orqanın ağardılmasında, cinsi orqanda müxtəlif cür estetik prosesləri müxtəlif cür estetik prosedurlar edə bilərik. Necə ki, üzdə, göz altında istifadə olunan süd turşusu, hyaluron turşusu, botoks kimi estetik tibbi prosedurlar icra edə biliriksə, genital üzvlərimizdə, xarici cinsiyyət üzvlərimizdə də həmin prosedurlar vasitəsilə yaşlanmanın qarşısını alan anti-aging effektiv nəticələr əldə edə bilərsiniz. Nəinki bu ara diş pastası və ya da cürbəcür soda kimi vasitələrdən yenə deyirəm ki, siz xeyir yox, əksinə zərər tapa bilərsiniz. Doktor, bəzi qadınlar vaginanı daraltmaq üçün zəy daşlarından istifadə edirlər. Bu haqda fikrinizi öyrənmək istəyərdim. Bu haqda təbii ki, biz də pasiyentlərimizdən eşidirik və yaxud da ki, cəmiyyətdə olduğumuz hallarda ginekoloq olduğumuzu bildikdə belə suallar gəlir. Bunlar hamısı əsassız, tibbi əsası olmayan, yəni mütəxəssis tərəfindən icra olunmayan üsullardır və xanımlarımıza da məsləhət görürəm ki, ginekoloqların, həkimlərin, mütəxəssislərin sizə məsləhət görmədiyi zəydəşi və yaxud da ki, digər üsullardan qəti şəkildə cinsi orqanlarınızı daraltmaq və yaxud da ki, cinsi orqanda olan hər hansı bir infeksiyanı müalicə etmək üçün istifadə etməyəsiniz. Çünki bunlar daha ağır nəticələrə gətirib çıxarda bilər. Cinsi orqanda, uşaqlıq yolunda sağala bilməyən geniş yaraların, eroziv dəyişikliklərə gətirib çıxarda bilər. Əziz xanımlar, yəni bu tip videolara, bu tip deyilən sosial mediada olan bəzi aldadıcı deyilənlərə, videolara inanmayan, əgər hər hansı bir şikayətiniz varsa, bu ola bilər ki, cinsel funksiya ilə bağlı ola bilər, cinsi əlaqə zamanı ola bilər, diskomfort hissi əlaqə ola bilər və yaxud da ki, digər ginekoloji şikayətləriniz varsa, mütləq şəkildə mama ginekoloqlara müraciət edin və orada detallı müayinədən sonra uyğun tibbi əsaslara dayanan müalicə metodlarından və yaxud da ki, əməliyyat da ola bilər. Bu kimi prosedurlardan, əməliyyatlardan istifadə edərək öz şikayətlərinizdən azad ola bilərsiniz. Nəinki ara bu vasitələr və yaxud da ki, arada bəzi, necə deyim, insanları aldadan həmin o vasitələrdən istifadə etməyi heç birinizə məsləhət görmürəm. Doktor, bəs vaginanı əməliyyatsız daraltmaq mümkündürmü? Bəli, əməliyyatsız daraltmaq mümkündür. Mən də bir estetik ginekoloq olaraq bu prosedurlardan istifadə edirəm. Təbii ki, bu prosedurların hamısı xarici ölkədə xüsusi mütəxəssislərdən, professorlardan aldığım təlimlər, kurslar nəticəsində lazer aparatlarım vardır ki, həmin lazer aparatı vasitəsilə uyğun pasiyentlərə müayinədən sonra əməliyyatsız daraltma, vagina daraltma prosedurlarından istifadə edirik. Nəticəmiz də yüksək effektiv nəticələrdə pasiyentlərimizdən geri dönüş nəticəsində əldə edirik. Yenə də deyirəm, bunların hamısı yəni tibbi əsası olan FDA təsdiqli prosedurlardır. Doktor, qeysəriyyə əməliyyatından sonra təbii doğuş mümkündür? Xüsusi doğum mərkəzlərində mərkəzləşdirilmiş şəraiti olan yüksək səviyyədə anesteziologiya reanimasiyası olan doğum evlərində keysəriyyə əməliyyatından sonra təbii yolla doğuşu başa çatdırmaq mümkündür tibbdə. Hansı riskləri ola bilər, doktor?
Risklər burada ən çox qorxduğumuz risk uşaqlığın cırılması təhlükəsidir. Çünki uşaqlıq cırılması zamanı həm uşaq üçün kəskin hipoksiya, ana üçünsə güclü qanaxma və güclü qanaxma nəticəsində ananın hətta ölümünə gətirməsi, eləcə də uşaqlığın itirilmə təhlükəsi var. Ona görə də qeyd etdim ki, xüsusi, yəni 2-ci və yaxud da 3-cü dərəcəli doğum mərkəzlərində hər an əməliyyatxanası 7-24 saat işləyən əməliyyatxana olan anesteziologiya və reanimasiya ekibi yüksək səviyyədə qurulmuş tibb mərkəzlərində keysəriyyədən sonra doğum mümkündür. Təbii ki, amma burada qeyd etdiyim risklər ailəyə öncədən məlumat verilməlidir. Bu haqda ailə məlumatlandırılmalıdır. Elə pasientləriniz olub, birinci dəfə qeysəriyyə, ikinci dəfə normal doğuş etsin. Burada açığı danışmaq istəyirəm ki, keysəriyyə əməliyyatından sonra öz praktikamda təbii doğuşa nəinki üstünlük vermirəm, tibbi cəhətdən bunun uyğun olmadığını bildirirəm. Amma xüsusi hallarda, məsələn, qadın 37-38 həftədə açılışla gələrsə və doğum üçün uşağın başının düzgün qurulubsa, düzgün doğum kanalına daxil olubsa, bu kimi hallarda, xüsusi hallarda təbii yolla doğuş icra edilir. Amma xüsusi amma planlı şəkildə öz praktikamda demək olar ki, buna qətiyyən üstünlük vermirəm. Çünki həm uşağın kəskin hipoksiyası nəticəsində patoloji hallar, hipoksik işemik ensefalopatiya halları, həm də ki, ana tərəfindən ciddi uşaqlığın itirilməsi, uşaqlığın cırılması və ölümə qədər gətirən hallar burada mövcuddur.